Qızlar salam, bugün həyat yoldaşım Qədir mənim make-up məhsullarımın qiymətini təxmin eləyəcək. Məncə aşağı yuxarı bilir, amma mən yenə də bu videonu çəkmək istədim. Bu arada make-up kolleksiyamın hamısı burada yoxdur. Əlbəttə ki, bizim vaxtımız gedə bilər. Hə, amma düşünürəm ki, yəni hamısı olmasa belə bu video 2 partlı olacaq. Digərləri də yəni təxmin edilə biləsi qiymətlər olduğundan onlar saxlayıram. Gəlin başlayaq. Lan qiyməti İfsanların blush. İfsanların blush 45 dollar civarı olmalıdır məncə. Hə, 45 dollar. Baxır indi ölkəsinə görə, amma Sephora-da satılır. Səhv eləmirəmsə 46 dollara. İndi baxa bilərsiniz. 40-45 arası belə deyim satılır. Yəni təxminən 80 manata yaxın edir də. Makyaj üçün bu qədər pul vermək şey deyil. Məntiqli gəlmir mənə. Nars. Yes. Bu Nars'ı onsuz da özüm almışdım Cəlaliyə. Amma sən endirimlə almışdın. Hə, bunu endirimlə desən 100 manata almışdıq, neçə almışdıq? Bunlar satılmır, limitli seriyaydı, səhv etmirəmsə. Axırıncı dəfə 65 dollara görmüşdüm. Bunlar Kiko'dur. Bunları da mən almışdım. Hər şey sən alsan, yaxşı. Yəqin ki 15 avro civarı bir qiymətədir. Bu nədir? Bronzerdə. Yes. Bu da 17 avro filan var. Kiko'nun belə qiymətləri dəyişir, amma 15-20 evro arası ola bilir. L'Oreal. Ha, okey, L'Oreal. Mən Cəlalə ilə tanış olan kimi L'Oreal çox bahalı marka olaraq tanıyırdım. Elə deyilmiş. Çox daha Allah kəsin bahaları var imiş. Yəni görəcək günlər qabaqdaymış. 12-13 avro civarı bir şey məncə. Olar. Mən 11 ya da 12 evroya almışam. Çox möhtəşəm. Dior. Bəli. En sevdiyim. Hər sabah sürərəm. Dior. Bunun satış qiyməti də başqa, Sephora'da qiyməti fərqlidir, amma mənim alış qiymətim də fərqlidir. Olmadı ki. Dur baxın, dur. 120-yə zada almışdı, öyle bir şeydi. 110 manat almışdım. Ha, amma Azərbaycanda əlbəttə ki var. Yox, 120 bilmirəm ya. 110 idi ya 120 idi. Emporiumdan desən almışdım. Olacaq hardasa məncə 40 dollar. Sephora qiyməti 42 dollardır. Yves Saint Laurent, ha? Yves Saint Laurent pomadası. Bu da yəni Dior'dan aşağı qalmaz ki, yuxarı olar. Mən indi sən hamıdan daha professionalam. İşdəki qızlardan daha çox bilirəm. Sənin günahındır. Nəysə, at buna bir dənə şey sən. Qiymət. Həm 43 dollar. Aşağı yuxarı. Bu tartın lip oyunları. 27 dollar. Bahaymış ya. Mən Çox həvəslərim arada vurmaq istəyirəm. Əlimdən sərsər güclə alır. Klinik məhsullarıdır, dodaq boyalarıdır. Bunları mən almışam. Videom çox maraqlı olmaya başlayıb. Hipşidi şirin gücündə pişdik. Niyə ki? Hamısının adlarını deyirsən. Bəli. Heç olmasa video maraqlı olsun deyə bir-iki fərqli bir şey deyə bilərdin yəni. Sonra yenə deyirəm, öz günah, yalnız pretend eləyə bilmirəm, amma faktiki olaraq bilirəm də. Hamısı mənlə alırsan, aldığını məndən bölüşürsən. Hə, yaxşı. Hə. Mən bu set almışam, amma setə daxil eləmirik qiyməti tək olaraq. Təkili olaraq var da 20 dollar var. Bu 27 dollar olmalıdır. Bizim almaq istədiyimiz evin ilkin ödənişi burada yatır hal-hazırda. Gördüyümüz qiymətlərdən sonra elə başa düşdüm. Bu məhsul ümumiyyətlə başa düşmürəm. Qapqara məhsuldur. Bu niyə alınır, niyə istifadə olunur? Bu lip balmdır yəni. 22 dollarsa dolar da. 22-26 dollar arası. Qəşəng, bunu bildim. Bu bəs? Bu da glossda desən, hə? Bu da olar 23 dollar zaten. Məncə elə bir-birlərinə yaxın qiymətləri var. Qiymət aralığı indi 20-28 dollar arası dəyişir qiymətləri. Bu da elə 22-23. Yəni də hamısı eyni qiymət aralığıdır. Bu qiymətlərdir, amma birinci baha çıxdı. Yəni mən bunu bu qədər gözləmirdim. Bu biraz bahaymış. Tim markasıdır. Bax bunlar. Catkin, hə? Tim markası. Bir də bunun gözəlliyinə baxın. Qablaşdırmalar əfsanədir. Var nədir? Göz üçündür, üz üçündür, hansıdır bu? Göz paletləridir və üçü də mənim göz üçündür, çox qəşənglər. 10 dollar. Bu Catkinin öz saytında 17 dollardan hamısı. 17 dollar imiş. Ha, bunu bilmirdim.
Mən lap vurdum öldürdüm. 3 dənə var. Niyə bu qədər Beğendim. var? Şunla götürdüm Və ikincini aldım. bayaqları bilir mən bir şey yapdım. Deyirəm neylədir? Götür Too Faced-in bir dənə ənliyin göstərim. Deyirəm zal nə o paleti var səndə. Niyə sən ənli? Ya bu da bir cür xəstəlikdir də. Yəni nə deyə bilərəm? Bir şey deyə bilmirəm. Bu şeydə həm dodaq məhsuludur, həm üz məhsuludur. Ümumiyyətlə multi-stick gedir bu. Yəni multi. Bu son 20 dollar. 17-30 neçə dollar arası. Bu nədir ki 30 neçə dollara? Bu nə mənası var? Necə nə dollar? Bunu deyək ki, üzümə istifadə eləmirəm, dodağıma istifadə eləyirəm və 3 qram məhsul var burada. Tam boy bir dodaq. İndi buna 2 olmalıyam mən. Hə. Hə, bu ən sevdiyim, harika. Şiqləm. Cəlaləyə o elə makyaj elədiyim videoda desəm bundan istifadə eləmişdim hə. Bilmirəm o bu nəsə dəyib buna. Mən eləməmişəm, yalan mənim üstümə. Mən onu o vaxtdan bəri istifadə eləməmişəm gəlir. Hə, yaxşı mən eləmişəm. Yığ mənim üstümə hər şey. Hə, Şiqləmdir. Şiqləm də desəm Çinin də Şiqləm ya. Hə. Bu da çox bahalı marka deyil, bizə bahalıdır, düzdür. Onlar 10 dollar civarı bir şey. Öz qiyməti normalda 8.69 dollardır. 8.70 belə. Bu da maraqlı bir dizayna sahib bir şeydir. Bu tam olaraq bilmirəm nədir. İçində fərqli şeylər var. Bilmirəm nə məhsuludur. Yəni ki, gözçüsün, hamısının var. Bunun da olsun qiyməti o boyda şey 8 dollardırsa, bu da yəqin ki 15 dollarsa dolar da düz məntiq. Bunun öz qiyməti endirimsiz 12.39-dur. Şuram uzunmuş. Sən həmişə şiqləm al, yaraşır. Mən nə kifayət qədər almışam, amma bəyənmirəm onun keyfiyyətini. Hə, bəyənməz də. Yurdagül 2 il əvvəl belə deməzdi. Artıq bəyənmir. Yurdagül də olursun, hə. Olacaksın. Ol. Alırıq da zaten. Hə, bu İvroşedir. İvroşedir. Qırdı bizi. Evroşe bilmirəm bu hansıdır, yazılışını deyə bilmirəm. Həmişə təlaş edirəm. Yivesroter yazılır hər yerdə. Hə, 10 dollar ola bilər deyə düşünürəm. Məncə 10 dollar vardır. Biz bunu bu ümumilikdə bir 40 manata yaxın bir şeyə satılır. Məzələnirsən? Və yaxşı ümumi bunun öz qiyməti nədir? Bilmirəm, baxmamışam. Hamısı Məncə 12 dollar. Aha, bəli, Cəlalənin mənə böyük təkidlərlə aldırıb da sonra gəlir mən bunu bəyənmədim dediyi palet. Yox, mən sənə deməmişəm. Videoya danışanda. Hə, onu da eşitmişəm. Qulaq misafir olmuşam. Bu ucuz deyil məncə. 160 manat filan bir şey olmalıdır. Dəqiq bilmirəm, 160 sat ola bilər. Fərqli saytlarda fərqli qiymətlərə satılır, amma İhsanların öz saytında hələ bu olan momentdə 112 dollar idi. Bahaymış. Bilmədiyin şeyləri pul mən vermişəmsə və yaxud özün də versə fərq yoxdur. Mənim yanımda demə. Çünki o qədər pul veririk, sonra bəyənmirsən, mən dilxor olaram. Bütün günü yatanda onu fikirləşirəm ki, Cəlalə o niyə bəyənməyib o qədər pul verim. Hə, bunun qiyməti bu nə ola bilər? 30 dollar, yox 30 çox deyərəm. 25 dollar. 27 dollardılar bunlar. Mükəmməl. 27 dollardılar. Hə, bu Kiko'dur. Bunun alınma hekayəsi çox maraqlıdır, Hə, deyil? amma vaxtımız yoxdur. Hə, yaxşı. Bunun da qiyməti alar. Kisdi. Bunun da qiyməti alar. Hə. Barda mənə buna baxın. Yəni Kiko Milano da olar yekə məhsuldur. O da 30 dollar olar. 30-35 arası bir şey olmalıdır məncə. 25 evroya görmüşəm bunu Kiko'nun öz saytında. 25 evroya falan endirimə düşə bilər, amma normal qiyməti 20-25 evrodur. Hə, mən biraz baha demişəm. Yenə deyir, yenə başladı deyir. Hər rəngindən almalıdır. Bir dənə şəkil çəkdirək, buna bax belə. Mütləq. Ya, o çəkməyi, mən oradan siz götürəcəm. Hə. Hə, səhət davam edir. 50 dollar, 45-50 arası bir şey olmalıdır. 54 dollar. 54 dollar. 54 dollar. Bunu almışdım, çox üzülərək almışdım. Çünki rəngləri o deyildi. Əsasda burada bir dənə pudra kimi bir şey var, heç highlighter rəngi deyil. Sonra bunu getdim aldım Emporium'dan. Bu çox daha qəşəng. Yəni alın bunu alın. 0-0. Sıxıldı bu videoda. Niyə? Yəni saydığımız bayaqdan məhsulların yarısını bəyənmir bu adam. Yəni biz bunlara niyə bu qədər pul veririk axı?
Ağlayacağam. Yenə bir insanlara. İnsanların 88 dəfə alıb axır ki uğurlu olduğumuz bir məhsul. Bir dəfə kargosu itdi, bir dəfə başına itin oyunu gəldi, nəysə. Bu hardasa olmalıdır 60 manatsa bəlkə də çox olar ya 60 az deyirəm mən bax. Bu olar məncə bir 45-50 dollar civarı bir şey olmalıdır deyə düşünürəm. 50 dollar olar. Yenə də deyirəm, insanların fərqli-fərqli ölkələrdə fərqli qiymətə satıla bilər, amma Sephora-da qiyməti hal-hazırda 65 dollardır. Bu hotel, bu nədir? Əlimdə olan ən bahalı bronzer demək olar budur məncə. İnşallah budur. Bundan daha bahalısını ürəyim qaldırmaz tək olur. İnşallah budur. Düzdür, Cəlalə bu qiyməti yəqin ki almayıb. Yəqin ki bu qiyməti almayıbsa. Bu qiyməti almamışam, yox, çox uyğun almışam. Çox uyğun alıb. Nə qədər məsəl üçün 110 manat, çox uyğunu 105 manat. Yox. Çox uyğun alıb ha. Bu da Cəlalənin 2 ay tərifləyib 5 ay pislədiyi məhsullardandır. Yox, pis demirəm. Sadəcə deyirəm ki, yəni dodaq qurudurlar da. Dodaq qurudurlar. Hı. Mac-dir də, məşhur markadır. Onlar hərəsi öyrənirsən necə demək lazımdır. Da videoları yanımda çəkir. Mənlə bir yerdə almağa gedir. Sizcə mənim öyrənməm ehtimalım nə qədər? Çox azdır. Və mən baxmaq istəməyəndə də belə gətir bir dənə buna bax. Bir dənə buna bax gəlir gözümə salır. O görə çox normaldır bilməyim. Bu da hardasa olar 20-25 çalışacaqsın. Ödəyəcəksin. Alacaksın yenilerini. Bitiyor bak. Zırt. Bak. O dili bak. Bak. Biraz da. Kolpaçino'dan bir stat gətirmək istədim, amma ayıbdır, lazımdır. 20-25 20-25 dollar arası olar. Hə, 28 dollara qədər qalxa bilər. Bu da Huda Beauty. Cəlalənin dediyinə görə bunların pudraları yaxşıdır. Bu qədər məlumat bilmək. Bir də Huda'dan bu varımdır, yəni düzü göz paletləri. Görürsünüzmü? Mən göz paleti heyranı deyiləm. Yəni əlimdə kifayət qədər. Görəsən Cəlalə niyə bir dənə Huda'dan bir dənə məhsulu var? Niyə var? Deməli sən az işləyirsən. Get çox işlə. Belə insanlar. Mən niyə Huda Beauty-dən qəşəng dodaq boyalarım yoxdur, lipsteinlər var məsələn. Huda özü. Çünki sən yəqin o dodaq boyaları bəyənmirsən deyə yoxdur. Yoxsa sən çoxdan almışdın. Sən var ha. Sən. Endirimə düşdü olar. Mən endirimsiz şeylər, amma çox da çox şükür. Bu tərəfdən biraz da olsa. Çünki mən bilirəm ki, o endirim set halında olanda və yaxud da endirimdə olanda həqiqətən çox uyğuna gəlir. Vəziyyətimiz daha betər ola bilərdi, belə deyim, amma Cəlalə heç olmasa bahalı məhsul aldısa da endirimlə alır. Çox sağ ol Cəlalə. Təşəkkür edirəm Cəlalə. Neçə olar? Huda Beauty bu geçə bir şeydir. Bir də bahalı markadır. Məsələn, onlar da 45 dollar civarı bir şey olmalıdır. 39-dur bu. Yaxşı. 39 dollara qəşəng deyirəm. Rare Beauty məhsulları, bunlar ənlikdir. Bunlar da, bu da highlighter. Okay. Var da elə məncə təxminən bir-birlərinə oxşar qiymət olar. Onlar bunun bir qiyməti qramına baxın bunun. Neçə qramdır? Az yemiş, balaca yemiş. Onlar da 30 dollar. 27 dollar. Amma highlighter 28 dollardır. Bu benefitdir. Bu qabı xoşuma gəlir. Mən Cəlalə tez göstərir. Bu qabı nəsə çox qəşəng dizayn olunub. Məşhur cookie. Adamlar qəşəng dizayn edirlər. Məncə ən çox Livan qablarına görə alırsan sən. Bilmirəm, hə, rəngli gəlib buna görə almışam. Deyirəm də. İnsanların marka olduğuna görə alıram. Rahatsız arkadaş. Yəni, bir gün kocamın çox pulu olsa mən ümumiyyətlə insanlara nə alacağam? Çanta, nə bilim nə çox. Çox pulumuz olmuyor hələ bunu alırıq. Gör çox pulumuz olsa nələr eləyir. Yəni ki mən iflas edirəm. Paltar falan deyirəm. Ay qocam, canım qocam. Bunun qiyməti set halında məşhur zadlardır da, yəni öz dallarında da, sahələrində. Bu məncə set olar da bunun qiyməti 50 dollar. 33 dollara almışam. Nə əcəb. Düz sonradan qalxdı qiyməti, amma mən uyğun almışdım 33 dollara deyəsən. Öz qiyməti 33 dollardır. Tartdan belə bir maskara. Tartın, vallahi bilmirəm qiymətlər təxminən nə ola bilər. Tartın çünki Cəlalə konsiler haqqında çox danışıb, çox eşitmişəm, qulağım yara olub ucu. Bu maskarası da olsun da Tart məşhur marka 25 dollar. 28 dollardır bu. Ha, qəşəng təxminən yaxşı çıxır. Professional olmuşam. Master degree. Ha, bu da concealer. Bu Tartın concealerıdır. Bu da onlar 28 30 civarı bir şey. 32 dollar. 32 dollar. Vallahi nə qədər. Deməli bunun adını deməyəcəm. Ayıb çaldı var.
Hə, bu da Bu Too Faced. Too Faced'in maskarasıdır. Too Faced bu aralar favımdır, yəni çox şey almışam Too Faced. Too Faced'in maskarası da olsun da bunun qiyməti 22 dollar. Məncə tartdan biraz ucuz olar da. 20 yoxdur. 22 dollardır. 22-23. Amma qabı ağırdır. Qabı çox xoşuma gəldi. Dəmirdir, metaldır. Xoşu. 29 dollar. Yuh bə. Diyor. Bu tava boyda olan bir məhsul. Tava yox şey. Həqiqətən. Bu balaca boyu da var imiş. Mən böyük boyunu aldım. 18 Cəlalə qramdır. ac gözlüdən gedib yekəsini aldı. 100 dollar. 100 dollar. Mən bunu Emporiumdan 150 manat almışam. Mən maraqlı deyildim. Öz qiymət neçədir? Nə qışqırırsan başıma indi boşayaram səni. Nerede o günler? Bu arada götürüp gideceğim ama. Bu arada satacağım. Mənim qazancım o deyə bu evlilikdə. Hə? Allah. İfritə. Neçəymiş? 64 dollar. Hemen biraz abarttı. Deməli bu Amma niyə abarttım? Çox böyük məhsuldur. Yəni belə videoda bilmirəm nə qədər böyükdür, amma baxın bir ovuca yerləşəcək qədər böyük məhsuldur. 18 qramdır. Deməli İhsanlaran 65-dir, o 64-dür. İhsanlaran 7.5 qramdır, amma o 18 qramdır. 35 dollar. 35 dollar. Dolar 35 dollar olsun, çox olmaz. 52 dollar. Yuh be. Allah kahretsin. 52 dollar nədir? O Yaxşı, bu. məzələnirsən. Mən pis bildim niyə pulumuz çatmır. Ayın axırınızı oradan gördüm, əmimizin səbəbini başa düşdüm. Təşəkkürlər Cəlalə xanım. Xoşdur, qoyuram. Çox təşəkkürlər. İhsanlaranın şeyi. Göz üçün idi deyəsən bu. Bu da olsun da nə bilim, həvəsdən düşdüm qiymətlər öyle. Axırıncı məhsullar üzməyə başladı məni. Bu onlar 45-50 arası. Zaten 50-dən aşağı düşmür ya aşağı. Şoka düşə bilərsən 69 dollar. Bunu mən 70. Kesin arkadaşlar. Durdur videoyu. Mən desəm bunu 140 manat almışdım. O məzələrsən o. Bu nədir də yəni? Yəni okey. Çox qəşəngdir. Yalan deməyim, çox qəşəngdir. Bu nəyə qəşəngdir? Bunun neçə dənə var onda? Bax, eminli bax bu rənglərdə kətkində də var da. Bax, kətkində də var bunlar ay xanımlar. Eləmə düşəcək indi şeylər düşdü. Ha görsən. Bunda yəni Çox danışırsan. çox anlamsız deyib 70 dollar da yox da. Yəni bu nədir? Yaxşı, yaxşı. Narsın ənliyi. Orqazm ənliyi. Orqazm ənliyi. Bir də pudrası. Yəni onsuz da 50-lərdə, 60-larda fırlanırıq. 50 olsun 40 dollar, pudra da olsun 50 dollar. 36 dollardır Sephora'dan. Yaxşıdır deməkdir. Dəhşət yaxşıdır. Bu 45 dollardır. Yaxşı dediklərindən az ol. Nə əcəb? Nə əcəb sən 50 dollardan aşağı məhsul zad alırsan? Allah Allah. Üzücü bir. Kikodur bu. Qoxusu bir qəribədir. Bronzerdir. 5 dollar. Nədir yəni 15 evro falan bu aralıqdadır. Bunu təzə götürmüşəm, bugün götürmüşəm. Əlbəttə ki, canlı götürməsək də olmazdı. Mütləq bunun paleti də var, təşkilisi də var, cütlüsü də var. Hər cürəsi var. Bunun rənginə baxın. O gözəldir kocam. Şey işdə başlayıram mənim yanaqlarım bu rəng olsun. İstəyirəm 100%. O qədər istəyirəm. Mən işdə oturub fikirləşirəm ki, kaş Ceylanənin yanaqları qırmızı olardı. Sonra yığıram ki, Ceylan sənin yanaqların ya qırmızı deyil. Hadi get özünə 50 al. Bu olar təkli məhsullar daha bahalı. Qabla qoyuram çünki unpacking edəcəm sizlə birlikdə videoda unpacking. Dəqiq bilmirəm bunun qiyməti nə qədər. 25 dollar olar da. 32 dollar. Ümumiyyətlə markaların nəyə əsasən qiymət çıxardığı mənə çox maraqlı gəlir. 32 dollar demiş. Bu da yekə bir şey deyil bu arada. Allah kahretsin. Bu da Too Faced'dir. Bəli, bu da Too Faced'dir. Bu çox qəşəngdir. İndi bunun da həqiqi var qiymətlər bir-birinə yaxın bir şeydir. Bilmirəm. Paletdə belə biraz anlamsızdır. Saçma sapan işlər. Yəni paletlə şeyin təkli qiymətlərə fikir verirəm. Sən mənə deyirsən, qiymətlər bir-birinə çox yaxın olur. Bir-birinə yaxındılarsa, insanlar ancaq palet alırlar. Çünki daşınması okey deyil. Bir də qramaj söhbət ola bilər. Məsəl üçün, ta ki bu sevdiyim məhsulun qramajı daha çoxdur da. Orada məsəl üçün bundan 2 qram var, bu isə 5 qramdır, hə? Qramajı görə ola bilər. Çox məntiqli. Bu da olar paletdirsə, bu 32 isə bu nə olar? 42-45 dollar zad olsun da. Qiymətini hal-hazırda tapa bilmirəm. Yəni saytlarda bitib 40 evro göstərir. Avropada yox, endirimlə İspaniyada 28 evrodur.
və out of stockdur. Ümumiyyətlə bu palet bir çox yerdə bitib. Axırıncısında bu gün mən satdım. Dincəldim. Çox qəşəngdir qoxusu və s. Ay, çox qəşəngdir. Qoxusu qəşəng deyil. Əladır. Çörəyiz də yaxın yeyilməli. Vallahi da. Yaxşı. Üzücü. Yenə Cəlalən bayla təriflədiyi bir məhsul. Qablaşdırma və s. Bu çox xoşuma. deməli Yves Saint Laurent pomada əhvalsında 40 dollar. 45 dollar. Mən bunu 110 manata almışdım. 40 dollar demişdim, 45 çıxdı. Bəli, Kiko. Kikonu da tapmayalar. Onlar da var olsun. Bunun qiyməti yəqin ki 8 avroza dolar. Kiko qədər bahalı markadır. Bu da 10 ki bunun dizaynı. Bu biraz bahadır. Bunlar da Cəlal desə demişdi bu serialdan deyə bu hansı bir Bridgerton serialıdır. Nələt olmaz. 18-ci əsr İngiltərəsində qaradərililərin kraliyyət ailəsində qalxmağından danışır. Çox absurd bir serial. Bəli, həmin serial. Yəni 5-10 evro arası dəyişir bunların qiymətləri. Bu amma bahadır. Bu da olar, yaxşı, bahadsa olsun 15 avro. Hə. O qiymət Azərbaycanda 35 manata falan satılır bunlar, belə deyim. Oyda, burada nə qədər kosmetik olacaq? Mən indi fikir verdim ya. Sən niyə bu qədər kosmetik olursan? Əcəb. Hadi senin çocukluğunu inelim. Problemli. Annem babam bir şey almadı bana. Tamam mı? Bu da çok güzel. İstəyə də bilmədim, başa düşürdüm ki, paralar yoxdur. Ona görə almırdım. İndi o uşağı, o az uşağı tatmin etməyə çalışıram. Sən içindəki ac uşaq niyə kosmetika istəyir onu başa düşə bilmirəm. Yemək yesəm köçərəm. Paltar desən Dombili bədənimə uyğun deyil, çirkin bədənim, belə kökəlmişəm. Bir dənə kosmetika özünü normal göstərə biləcəyim bir şey. Kosmetikadır, Çox mantıqlı. düşüncəli qızdır. Bu da Yves Saint Laurent'ın bir turjudur. Hə, turjdur da bu. Bu da həm bunu ağırıymış Cəlal. Onlar bunun qiyməti də hardasa təxmin eləyirəm ki 35 avroza olar deyə düşünürəm. Avrosu ilə deməyəcəm, amma 34 dollar. Təxminən 50 neçə manat. Kiko'dan 2 ədəd tonal krem. Tonal krem deyil, əslində tint versiyadadılar. Tint nədir? Nəmləndirici, amma rəngli nəmləndirici kimi. Rəngli nəmləndirici, tamam. Tonal krem nədir bəs? Tonal kremi örtmək üçündür. Örtmək üçün, yəni o nəmləndirici funksiyası yoxdur, o sadəcə örtür. Görürsən, hamısı fırıllardır. Yəni hamısını bir məhsul eləyə bilərlər əslində. Yəni nəmləndirici tonal krem çıxart. Eləyə bilərsiniz də bunu. Yəni bu biraz kişilər bu və bunu eləyəndə böyük ehtimal bu sistemi quran Nəmləndirici olmur da, nəmləndirici tonal krem olsa, deməli tonal kremin yapısı o qədər də ağır olmayacaq. Yəni örtücü olmayacaq. Nəmləndirici onun içində çox olanda tekstura tamam. Cəlalən də bu kozmetiks dünyasını haqlı çıxarma çabaları məndən alır. Nəysə sən danış, az danış. Bunun neçə alır? Baxıcı çaşdı. Çox kurum, sonra üzr istəyirəm. Deməli bunun qiyməti olar Kiko'da 17-18 avro. Yekədilər deyə elə düşünürəm ki 17-18 avro civarı bir şey olar. Yəni, istəyirsən. Çox tərəfə getməyəcək. Oturub xırda-xırda baxan deyiləm, yəni. O deyil. Yenə də Kiko'da. Əslində Kiko'dan baxam çox məhsul var imiş. Ha bir ara arıcılıq idi. Cəlalənca Kiko məhsul aldı. Yenə də Kiko. Hə, bu da yekə palet, bir də göz paleti. Bunlar da olsun da, bu olsun. Bu olsun məsələn 30 avro. Bu da olsun göz paleti, onun balaca. Bu 27 avrodur hal-hazırda. Okay, bu şey. Bu da olsun 22 avro. Yox, baha dedim. 15 falan olar. 15-18 arası olurdu. Məncə Kiko'dan işlət. Evet. Evet arkadaşlar, məncə Kiko işlətsin hə. Əgər razısınızsa məndən yazın kommentlərə. Xahiş edirəm Kiko yazın, Kiko.